Sponsorlar Oba Marketlər şəbəkəsi, Simurq toyuqları. Cəlilabadım, Cəlilabad, ay mənim manav diyarım, Cəlilabadım, Cəlilabad. Dostlar, hər kəsə salam olsun. Bugün Cəlilabaddayıq ləzzət axtarışında. Gedirik bu dəfə Sərhəd Abad kəndinə. Bilirsiniz də biz ən çox şəhərlərdən fərqli olaraq kəndlərdə qonaq oluruq. Çünki kəndlərdə bişən yeməyin dadı başqa olur da. Həyət cüzəsi, kənd quzusu, bir sözlə dad elə kəndlərdədir. Dostlarımız bizi qonaq çağırıblar öz həyətlərinə. Dedilər ki, gəlin Cəlilabada sizi qonaq eləyək. Gedirik Cəlilabadın Sərhəd Abad kəndinə. Gəldik ən yaxın qonşumuz olan, qənaətin məkanı olan, hər ay kampaniyaları ilə, endirimləri ilə bizi sevindirən obamıza. Bazarlığımız elədik, gedirik Cəlilabadın Sərhəd Abad kəndinə. Getdik! Gözəllikdən baxın. Demək, arxada gördüyümüz Sərhəd Abad kəndidir, Cəlilabadın. Bu gözəl məkanda dayandım ki, həyat da orada aşağıdadır. Musiqi səsi də gəlir. O bizi ki, harada gözləyirlər. Burada dayanmağımızın məqsədi de orada ki, dostlarım burada məni qarşılayıblar. Qardaşlar, necəsiniz? Hoş gəlmisiniz. Keyfiniz, əhvalınız? Çox sağ olun, var olun. Necəsən qardaşım, keyfin, əhvalın? Deməli, mənim Nüsrət qardaşım məni dəvət edib. Gözəl qardaşlar öz həyətlərinə dəvət ediblər ki, gəlin bir dənə Cəlilabadın Sərhəd Abad kəndinin havasına, yeməyinə, suyuna bir dənə baxın. Yəni dadın baxın. Bizi çağırdıqsa biz gəlməliyik də qardaşlar. Necəs, vəziyyət necədir? Çox sağ olun, xoş gəlmisiniz. Bu nə gözəl yerdir bu da. Cəlilabad rayonunun Sərhəd Abad kəndinə. Amma mən bir şey deyim, biz Cəlilabadda ikinci dəfə də oluruq. Mən buradan paylaşımlar eləyəndə çox insan inanmırdı ki, Cəlilabadda belə yaşıllıq ola, Cəlilabadda belə dağlar, meşələr ola, çox qəribədir. Yəqin ki, buranın reklamı biraz az olub. Mən də başlamışam bu Cəlilabadın reklamına. Çox sağ olun, var olun. Öpürəm. Doğrudan hər yan yaşıllıq. Ora gör nə gözəl yerlər var Cəlilabadda. Üstad, vaxt edə bilirsən gəlib istirahət etməyə Cəlilabadda, yoxsa sən arada bir vaxt eləyib gəlirik də. Gözəl, səfalı torpaqlara. Öpürəm. Gedirik bizə həyətdə gözləyirlər də. Bəli, gözləyirlər. Getdik. Adam buradan tərpənmək istəmir. Buna bax. Buna bax. Amma neyim ki, tərpənmək lazımdır. Çünki ocaq üstündə dadlı, ləzzətli yeməklər bizi gözləyir. Gəldik, çatdıq Sərhəd Abad kəndində bizi dəvət edən dostumuz Nüsrətin həyətinə. Maşallah yığılıblar, xeyləmadan bizi gözləyirlər. Görək bizim üçün bu günlərinə hazırlayıblar. Vay, həmişə gözəl günlərdə. Həmişə gözəl günlərdə. Hoş gəldiniz. Necəsiniz? Keyfiniz, əhvalınız Məhəmmədciğim? Necəsiniz? Həmişə elimiz obamıza gözəl. Necəsiniz? Yaşar qal, keyfiniz, əhvalınız? Öpürəm sizi. Necəsiniz? Keyfiniz, əhvalınız? Biz görüşmüşük də. Salam aleyküm. Necəsiniz kişilər? Yaxşısınız? Necəsiniz? Bəh. Eşq olsun bir-birlərə.
kəhrizi Heyran edər qonaq gələn hər kəsi Xoş avazlı doğma yelimiz Əlilabad Tükənməzli torpağının sərvəti Mənzərəli gözəl gülşə kəhrizi Heyran edər qonaq gələn hər kəsi Xoş avazlı doğma yelimiz Əlilabad Cəlilabad, Cəlilabad, Cəlilabad Doğma yelimiz Cəlilabad Cəlilabad, Cəlilabad, Cəlilabad Doğma yelimiz Cəlilabad Bravo! Almışlar bir tane. Çok sağ ol kardeşim. Siz Çok də sağ ol. olun, siz də sağ olun. Xoş gəlmisiniz bizim elimizə, obamıza, Öpürəm, var doğma olasın. Cəlilabadımıza. Azərbaycanımızın hər qarışı bizimdir. Hər Bəli. qarışı adasında. Sağ olun. Bu gözəl Cəlilabad mahnısını ifa elədi bizim Elimin Telmanı oldu. Bəli. Sözləri gözəl Ziya Bulut. qardaşımız. Deməli Elifin bunu özü yazır ha, hə Elifin? Sözləri Ziya Bulut musiqi sözümə məxsusdur, bəli. Hala bir ikisini də bizim üçün oxuyacaq da inşallah. İnşallah, məmnuniyyətlə. Səni xoş gördük. Qardaşım, sən bayaqdan dayanmırsan, maşallah olsun. TikTokda 85 nəfər izləyicisi vardı, indi olub 1500 nəfər. Bayaqdan maşınla bizi götürəndən dayanmır qardaşlar. Nüsrət, deməli bizi tanış edirsən də qardaşlarla. Necəsiz? Əmoğlu alimdir. Əmoğlu alim. Necəsiz qardaş? Həmişə siz gələsiniz. Öpürəm, Allah sizi var eləsin. Ağsaqqalımız, Can. Bir daha gene Öpürəm sizi, öpürəm. Necəsiz? Sağ olun, Allah razı olsun. Cəlilabad və Sərhədəkən çox xoş gəlibsiniz. Öpürəm sizi. Bizim ki, həm ailəmiz həmişə sizin verilişlərə diqqətlə baxır. Öpürəm, Allah sizi var eləsin. Buna görə o maraqdan da biz istədik ki, siz bizə də çəkiş eləyəsiniz. Görək indi bizim üçün nə bişiriblər? Hoş geldin. Necəsən, ay Vüsal? Hoş geldin sen. Vüsal Cəlilabadlıdır, Lənkəranlıdır. Lənkəranda bir yerdə böyümüşük. Bax bu ev Cəlilabadda doğu amma əslən Lənkəranlıdır da. Cəlilabadlı sayılır. Burada yaxşı. benim kardeşimin ocağıdır, evidir. Bəli. Bizim öz evimizdir. Elə bu evin sahibini də elə mən Vüsalın sayəsində tanımışam. Keyfiz əhvalınız? Hoş gəlibsiniz. Həmişə sən gələsən. Sağ olun, necəsiz? Keyfiz əhvalınız necədir? Bişir gedir ha. Qırğın. Necəsən qardaşım? Kuzu kebabıdır, lülə kebabıdır, qoyun ətindən. Özdə bir dənə havaya bax, belə hava da odur ya. Hava Qəşəng yaz havası. Kəndimiz, 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 Bax, bax, kəndimiz, bax! kəndimiz. Nə gözəldir Sərhədabad kəndimiz. Sağ ol, Nə Əli. qəşəngdir Sərhədabad kəndimiz. Əjdaha, süper qardaşım. Keyfiniz, əhvalınız? Çox sağ olun, var olun. Deməli, mənim qardaşım, dostum, Raqif Nüsrət, onların anasıdır. Həyətdə mən bir dəfə olmuşam. Yadıma gəlmir neçənci idi? Ad günündə. Nüsünün ad günündə. Hə, Nüsünün ad 2 il günü. bundan qabaq. Bəli. Özə dedilər ki, Nüsünü də bilmirəm indi. Evin kiçiydi, amma dedilər ki, evin ağsaqqalı seçiblər onu. Nəsə belə bir şey. Dedilər ki, Ənkə. Qaynatamın adı qoyulub deyib. Mən hamına dədə deyir. O da özünü elə Ənkə bilir. Böyük bilir. Ha, bunun sirri nasıldır? Haradadır bu Nüsü? Nüsü. Bəli. Mən təhsil. Bilirsən, nə hazırlayırsınız bugün? Mən indi burada sizin kənd cüzəsindən çıxırtma. Ha, indi bir dənə bir şey Hər cüzədə. hər cüzədən. Bu nə yeməkdir bəs? Bu qiyməli qovurma. Qiyməli qovurma. Qiyməli qovurma. Aha. Bu qiyməli qovurma sırf Cəlilabada aid bir yeməkdir, yoxsa Cəlilabada valla mən belə görmüşəm, nənədən babadan belə görmüşəm. Aha. Ət suyuna dəmə duracaq, hazır olacaq. Cənub mətbəxi nə qədər desək də eynidir. Astarada bişənlə Lənkəranda bişənin fərqləri olur. O ayrı cür dadlı olur, bu biri ayrı cür dadlı. Masalda ayrı cür dadlıdır, lerişdə ayrı cür dadlıdır. Cəlilabadda fakt odur ki, Cəlilabadda tam fərqli yeməklər var. Məsələn, bu yeməyin özü, bu yeməyin özü. Astara, Lənkəran, lerik, masallı sonrasında bunu görməmişəm. Buna. Məsəl üçün, hər ağız dadına görə soğansız kartofla diləmək olur. Məsəl üçün, indiki uşaqlar soğan yemir, deyibən. Mən Aha. bunu nəvələrim üçün tez-tez belə bişirirəm. Kartofla
İndiki uşaqlar xeyri nə yeyirlər, heç nə yemirlər, xeyri heç nə yemirlər. Mən çalışıram ki, uşaqlara yedizdirim. Aha. Amma baxmada məcburiyyət yoxdur. Bəs bunlar nədir? Bu sırf Cəlləbədə aiddir. Bu nədir? Omazlı təraşı. Omajlı təraşı. Bəli. Dadına baxmaq istəsən hazırdır. Bu Sizə nədir? görə bişirmişəm yarmalı xəşil. Buğdadan, yerli öz buğdamızdan, daşda əlimlə özüm çəkmişəm. Yarmalı xəşil. Xəşil. Yarmalı xəşil. Mən belə yadımda qalıb ki, o vaxt uşaq dünyaya gələndə xanımlara verirlər o yeməyi. O xəşildəndir, ya bizim hazırlamısınız? Yox, milli qədimi yeməkdir. Babalarımız, nənələrimiz ömrü boyu daşda çəkiblər, bunu həmişə yeyiblər. Ha, bunu yəni bu Xeyirli bir şeydir, vitaminli bir bunu şeydir. adi normal zərərsiz. vəziyyətdə də yeyə bilirsən. Bəli, hamı yeyir, həmişə də bişirəm, tez-tez bişirmişəm. Bu bursu da nədir? Bu buna baxmadı ha. Bu əvvəlikli qovurmadır. Ha, bu da görürsüz bu Cəlilabada aid də. Bəli. Bu həyətimizin əvvəli idi. Ha, buradan yığmışsınız elə. Gözəlliyə baxın, gözəlliyə bax. Maşallah olsun. Şüvit zəfəri keşinişdə Buradan vurulur, yığırsınız, soğanla buradan bir yerdə. bişirirsiniz. Əvvəlikli. Əvvəlikli. Aha, buna dadına baxacağam, onun məsəl qoxusu yaman gəldi. Mən hansından başlayım ki, sonra Hə. Mədəm Bundan çoramasın. Biraz dadına bax. bunun Hə. dadına baxaq. Omazlı təraşı. Deməli, omazlı təraşı. Bəli. Omazlı təraşı. Cənubda bayramda bişirilən tərə ilə eyni tərə deyil. Deyil. Yox, Yox, bu başqa şeydir. Dədə-babalarımız köməz deyirdi. köməc. Köməc, Ha, çünki amma- bizdə də tərə var. Uşaqlar tərə yedi Lənkəranda yazıdadır da, o cənubun yeməklərindəndir. Tərə aşı. Düyünə. Bunda düyü var. Onun pilosunu da bişirmişəm. Düyü də var da bunda da. Yox, bunda düyü yoxdur. Hə, bunda Omaz düyü yoxdur. var. Ha, başa düşdüm. Soğandaqdır, tərədir, omazdır. Ha, onda bu başqadır. Bizdə düyü var, düzsən. Düyü yoxdur. Ha, alça, düyü. Heç nə yoxdur. Bunu südlə də bişirmək olur. Yəni Cəlilabada aid olan bir şey. Südlə də bişirirlər. Aha, bəs sən Bunu yeyirsən? soğandaqla. Super, super. Sən canın. Yaxşı yetdi. Aha, indi siz yeyəndən sonra. Dərmandır o. Bir növ dərmandır. Mədə bağırsaq, Dərman. öskürəyin, boğazın, soyuq dəymənin. Tovuzda yemişdik. Əvvəlikli aş qurutla. Əvvəli qumaşdı. Müalicəvi bunu bax budur bax. Ən dadlı sulu yeməyi deyərdim bu yeməyə. Ümumiyyətlə otlarla bişən yemək, çünki təptəzə, tər, bənövşə deyirlər. O bilsin orqanizmə necə xeyirdir. Cəlilabadda, Sərhədabad kəndində köməzli omaz aşı. Babat getdi. Bu bal. Tamam. Qardaş dibini qaşıdı bunu. Hə, baba, bax yeyirəm hamısını. Onu yaxşı fırlayın. Onu bir dənə qəşəng fırla. Sən onlar çox iyi ki, əti biz yeyə bilək. Bibi, əllərimə sağlıq. Bu köməzli omaz aşı ki var, super. İndi hansı yeməyin dadına baxa bilərəm? Sən hansını istəsən? Tərə plov. Yəni köməzli plov. Aş. Bu köməz, Supudur. Bu da ya plovsu. bu köməz nədirsə, bütün yeməklərdə var ha, köməz. Tərə, bax tərə o da, bax görürsən tərə. Tərə aşı. Fəzil demək tərə. Bəs bu nədir bibi? Bu sadə plovdur, fincanla. Ha, bu da yerdən qoy. Bu da budur. Təbii bitirdi o tərə. Təbii bitir bu da tərə bu da. Ha, maşallah. Hara baxırsan neymətdir, O gün görsən. olsun inşallah Nüsrətin Bu toy sadə qazanası plovdur. olsun. Amin, İnşallah, amin, inşallah. amin. Amin. Yeməklə yeməyə, fincanla yeməyə, orada fincan var. Aha. Bu tərə plovdur. Hə, o tərəni gördüm. Bu qazanı demək bibimiz bütün qazanlardan ayırıb. Çünki başladım. Ha, bu nəsə deyir ki, bu başda olan bir yeməkdir.
Bunu hər kəsin bişirmirik və tez-tez də bişən bir yemək deyil, qədimi yeməkdir dediniz, hə? Biraz bunun tarixi var bu yeməyin. Nədir o? Bir bizən baxım onun içinə. Uy. Yarma plov. Yarma pulu. Yarma plov. Yarma plov. Yarma plov. Əl daşında buğdanı təmizləyirsən, üyüdirsən əl daşında. Əliyirsən, irisindən plov bişirirsən. Əl daşı ilə hətta onu... Bəli, əl daşı ilə çəkilib. Xırdasından yarma xəşil bişirirsən, dirisindən plov. Plov. Bəs bunu nə ilə yeyirlər? Bunu qırmızı, duzlu balıqla yağlayırsan, yeyirsən. Nəyə görə qədimi yemək sayılır o? Yəni o vaxtı bunu daşla... Heç kim bişirir, heç kim bişirmir birincisi. Mütləqdir ki, daşla o üyüdülsün. Ancaq daşda çəkilir, əl daşında. Hətta bizim üçün o daşla əziyyət çəkib onu üyüdüb. Sağ ol bizdən. Allah canını sağ eləsin bizi. Nuş olsun. Demək dözə bilmədim. Bibiyə dedim ki, o qədimi olan yemək var. İkinci yeməyi ondan başlayaq. Onun dadına baxım. Çünki intizar məni bir təhər eləyər. Bibizan, yarma plov. Deməli, Cəlilabadımızın qədim yeməklərdən biri. Çox köhnədən bişirilib bu yemək. İndi də bibimiz bizim üçün bişirib. Məndən qabaq hamı düzülü qoru. Sən... Qardaşlar, nə olur? İmkan verin bir qoy yeməmiz yeyək də. Bu nədir? Bu nə balıqdır ay bibi? Bu qızıl balıq. Bəh, bu aşdan qəşəng gedər ha. Bəh. Bu pilovdan necə gedər? Buna bax, bunun... Aha, bunu elə balıqla bax belə. Havın dadına. Yarma plov. Sərhədabadda. Sən zannətər yedik. Əla. Super. Baxır, buna baxır. Yəni lap keçmiş ata-babalarımız yadımıza düşür. Doğrudan həqiqətən ya superdir. Hatta daşla üyüdülüb də bu gör necə əziyyətli bir. Əziyyətlə başa gələn bir yeməkdir ya bu. Toyundan üstə. Bəh, bibim. Əllərinizə sağlıq bibican. Möhtəşəm. Super. Mən ümumiyyətlə şorbalıqla pilov sevirəm. Birisi də bizim zonanın məşhur yeməyi var. Boranı pilov. Boranı pilovla şorbalıq müsibət gedir. Yarma pilovla da bir başqa cür gedir. Superdir. Doğrudan dadı möhtəşəmdir. Mütləq Cəlilabadda qonaq olanda bir istəyin, bəlkə sizin üçün xətrinizi istəsələr, o əziyyətə qatlanıb, buğdanı daşda üyüdüb sizin üçün bu yeməyi hazırlayacaqlar. Sürətə gətirən, oba yenə heyrətə gətirir. Sizin üçün köhnə dövrü bitirir. Girin baxın yeni tədbiq gətirib. Bizdədir ilklər, üstünlüklər. Təşbeki ötürün, səbəti bölüşdüyüm məhsullara endirim. Dolu vitrin, dolu
plus, o da plus, bu da plus. Bu da plus, o da plus, o da plus. O da plus, o da plus, bu da plus. Bu da plus, o da plus, o da plus. O da plus, o da plus, bu da plus. Bu da plus, o da plus, o da plus. Gördün o da plusu, dostum çağır dostunu. İndi yüklə tətbiqi, qazan 2 bonusu. Sürət indi pikdədir, zirvə görünməkdədir. Alış-veriş çəkdədir, qazancı kəşbəkdədir. Kəşbək əldə Obanın 10 illik kampaniyası Kəşbəkdən daha sərfəl oldu ki. O da plus, o da plus, bu da plus. Bu da plus, o da plus, o da plus. Gözüm bağlanır, gözüm düzülür. Canımdan çox sevdim vətən sözünü. Mən səndən tapmışam özüm özümü. Sənsən məhəbbət məhdimin qanı. Azərbaycan, Azərbaycan. Sağ ol Elmi. Qaramal yurdumun dilbər güşəsi. Şuşa ürəyimin sənsən qibləsi. Sensen könlümden şahsi almamı Füzulim, yuvarlanım Yiğitler ozanı Azerbaycan'ı Gözleri herkes görgünü Verme bana terazünü Koyma hasretinle Koyma hasretinle Şallı var diyarımda Şallı var diyarımda Şallı var diyarımda Balaca bir dənə çay içdim ki, yeməklərimiz çoxdur. Biraz yusun aparsın. Çünki maşallah olsun bir 10'a yaxın yemək var bugün burada. Uşaqlar gəlib mənə dedilər ki, əmi, kebabı qoyublar. Sağ olsunlar, gəlib xəbər elədilər mənə. Tüstü basıb hər yanı. Bu bir dənə gedim görüm orada vəziyyət necədir. Ataş dayı burada. Gəlib səfa gətirmişsiniz. Ataş dayı burada nə edir? Bunlara bax, bunlara bax. Sizi tuttum sizi. Bunlara bax ha, mənim kebabımı yiyirsiniz siz. Sən nə olursan? Boş çörək yiyirsən? Sardım cevabı. Əti yedin? Maşallah, əti yiyib, indi çörəyi yiyir. Kənddə bişən bütün yeməklərin dadı fərqli olur. O dağlarda, bu göy otlarla böyüyən quzunun əti də başqa olur. Balaca yandırdı. Möhtəşəm. Bu yaşıyorsan Nüsü səndir bu? Oldu mənim də elə bir şey. Yeməklər o qədər ləzzətlidir ki, ye dağıtdım, üstüm başımı hamısını yağ elədim. Sağ olsun Nüsü mənə bir dənə verdi yeməyə nəsə bir şey. Nüsünün gödəkçəsi yaxşıdır Nüsü. Bibi, nələr qalıb? Cığırtma, Oy. tərəflo, Tərəfilov.
Qovurma, tikəvi qovurmadır. Bax, bunları- Sərsəli əvəlikli qovurma. Aha, bunları bax burada nə qalmışdı, yeməmişdik, dadına baxmamışdım. Bu fincan. Sincan qalmışdı. Sonra ondan sadə yedi. plodu, bu da qiyməli qovurma. Vay 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 vay. İndi bax bunlardan ver də bu hansının dadına baxaq. Oy oy oy, bu nə gözəllikdir. Bu nə gözəllikdir. Çörəyi bölüm. Bunu belə. Bax bunu yeyəcəm. Cəllabadın məşhur toyuq çıxırtması. Düzdür, toyuq çıxırtması Azərbaycanın hər tərəfində eləyirlər, amma hərəsində özünə məxsus bir dadı olur. Bibidən də soruşdum ki, bibi, bu Cəllabadın məşhur çıxırtması nə ilə belə seçilir? Dedi ki, bizim çolpalar tər çolpa olur. Yəni tər o mənada ki, cavandır da, cavan çolpa. Dadına baxaq oynanam. Kənd çolpası. Qırğın. Bəh, gözəlliyə bax, gözəlliyə bax. Elə bilərsiniz ki, sahəlidə oturmuşuq. Amma yox. Ev buradadır, görürsünüz. Yarım sahədir. Yarım sahə. Ağsaqqalın bax evi. Bu da onun evi ilə üzbəüz olan bax bu gözəllik. Bilən baxın, təsəvvürlə hər səhər burada ayılırsan. Çıxırsan bu çəmənlikdə bir dənə qəşəng səhər yeməyi. Həyətdə saxlanılan bu toyuqların yumurtası. Buranın pendiri, qırğın, südü. Südü, qaymağı, hamı qəşəng yeməklərində. Səhər kətdə nə yeyərlər? Yumurta var, süt var, necələr, qaymaq var səhər. Toyuqca da var da, həyətin toyuqcaları idi də. Toyuqca da var, bəli Özdə var. əvvəli səhv eləmirəm, dediniz, yotsa tərə, dediniz, o da həyətdə yetişir. Ayağımızın altı. Tərədir, əvvəlidir. Çox gözlü. Ha, bunlar ha? Bunlar əvvəlidir. Bunlar əvvəli. Ha, bu hündürlər əvvəlidir. Tərə bu da, tərə bu da, ha. Tərə bu da, ha. Ha, bu tərədir. Tərə bu da. Ha, tərə. Deməli, bunu yeyirdik bayaqları. Elə buradan dərilib, hazırlanmışdı. Həyətdən dərli, həyətdə var. Ha, bunlar da yekərədir əvvəli. Əvvəli. Bu tərəfli odur da bu. Bu tərəfli odur, ondan. Ha, bu da deməli, bizim tərə pilovumuz. Ay, çox sağ qardaşım. Bu da tərədir. Ona oxşar bir şeydir. Bu da həyətdəndir. Həyətdəndir, o da ona oxşar bir şeydir. Tərə deyir, amma başqa cıncılım deyirlər. Şorabat onu. Pərpətöyün, Tərpəxöy. Pərpətöyün. Pərpətöyün, hə. Pərpətöyündür bu. Amma bu indi yeyəcəyimiz, deməli, aş tərə aşıdır. Tərəpilov da, tərəpilov. 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 Tərəpilov, Cəllabadın tərəpilovu. Bu da Lənkəranın turşu kebabı var. Bax bu turşu kebab onu oxşuyur, amma o deyil. Yəni başqa cür bu yeməkdir. Bunun da öz dadı var, ləzzəti var. Turşu kebab göyərti ilə olur, amma bu qəşəng soğandaqla, kərə yağında qəşəng bişirilir. Yeyim bu yeməyin bir dənə dadına baxım. Tərəpilov. Tərəpilov. Bir bu nədir? Qovurmadır. Əvəlikli qovurma. Bu da əvvəlikli qovurma. Aha. Birinci bunun dadına baxım, görün. Əvvəlikli qovurma və tərəpilov. Bundan düzəltmək olar üstünə.
Yarım bunlar da burada yetişəndə. Ətdən də. Hamısı ətdən də orqanik. Çox vaxt getdiyimiz yerdə yemək çeşidləri çox olur. Hava o qədər gözəldir ki, o qədər təmiz havadır. Yeyirsən, biraz söhbət edən kimi təzədən hazırsan. Düzdür müəllim? Bəli, doğrudur. O da hava ilə bağlıdır. Hava ilə bağlıdır, bəli. Doğa bibi bir üzdən gətirir. Canım ay bibi. Fincan pulu. Fincan pilav, fincan necə hazırlayırsan onu bizim. Bu da fincan pilovdur. Bu Əvvəliyli qovurma. əvvəlili qovurma, bu da fincan pilov. Nüsrət, ən çox sənə təşəkkür bildirirəm qardaşım. Da sən ənkəliyyə görə bizi elə ənkə kimi qarşıladılar. Oyun olsun. Dayıcam, bu kişinin toyuna. İnşallah. Nəsə belə içimə belə his gəlib ki, nəsə toya gələcəyik bu yaxında. 100%. Biz qorxuruq sabah qapıya bir ikisi düzülə gələr burada görəndən sonra. Nüsrət, O qarşılamaq söhbət olur. Nüsiyə elçi gəlsin hara. Təkin şeyçi gəlsin, bizim problem yoxdur. Verər Gəlməyə göz verər getsin. Tək ki verək getsin ha. Nüsü, bu köməklə bir dənə bunda dadına baxaq da bu. Əvvəlikli. Əvvəliyli plov. Əvvəlikli plov, bu əvvəliyin bir dənə dadına baxaq. Əvvəliyli qovurma, plov. Əvvəliyli qoğurma. Aha. Bir dənə az da qoy mən sunandan bu. Əvvəliyindən də qoy. Bu bizim bölgədə plov deyirlər, yoxsa hər bölgədə plov deyirlər? Aha, Bəzi yerdə aş deyirlər. Hə. aha. Biz plov deyirik. Çox adam buna aş deyir. Aş gəldi. Toyda deyirlər aş gəldi. Aş deyir, bu plov. Biz buna plov deyirik. Aş başqa şeydir. Fərqləri var. Aş məncə o zonaya görədir də. Aş sulu olar. Bir ağzındaysan aş. Aş nədir? Aş sulu olar. Bu qurudur, plovdur deməli. Buna aş demək olmaz. Aş bizim məsələn düyüdən bişirilər, yumşaq olur. Ona aş deyə bilərsən. Məsələn süddə aş. Südlü aş. Aha. Hə. Ha bu plovdur. Da bu aş deyir ki. Onda bu pilovdan bir dənə Plovda bax dadına görə. əvvəlikli. Bir dənə bu. Dəhşət. Bu nə pilovdur? Yağ gətir. Pilov bişirməyi də bilmirsiniz. Beğenmedim özüm pişireyim. Hə? Hər birinin ayrılığı öz belə Dadı var. super dadı var. Valla super dadı var. Dadı var. Ha. Bu əvvəliydi super. Əvvəli əla. Deyim bu günləri bütün yeməklər möhtəşəm idi. Heç vaxt dadına baxmadığımız yeməkləri yeyəndə Allah fəal olur. Çünki o dadı ilk dəfə hiss edirsən. Yarma pilov çox super idi. Bu pilovlar da əladır. Təbii ki indi bunların üstündəkilər bu əvvəlik Ayrı-ayrı. onu da ilk dəfə idi yedim. Tara plov. Ha bu da tərə pilov idi. Bizdə tərəni ayrıca bişirirlər, amma burada pilovla bişirirlər. Tərə pilov. Bizdə şüyd pilov eləyirlər Lənkəranda. Bax bu fincanı istəyirəm bax buradan bunun o ətini qoymaq üstünə. Bu belə qazmağı ilə yeyim. Belə qazmağı ilə yeyim. Bu daha belə qəşəng məntiqli olar elə bilirəm. Ana dedim yüreğimden. Bibi bu deməli xəşil idi, bayaq dediyimiz kimi. Yarım. Yarma xəşili. Bəh, bəh, nə gözəl yeməkdir bu. Görün bu nədir? Görün bu nə? Bəh, darçının iyi də. Oo, darçının qoxusu nə gözəl gəlir. Bu amma bizim o xəmirdən elədiyimiz xəşirin dadına da bir namıza elə bir ki oxşadı. Dəxilən buğdadan un çəkilmir. Ay sağ olun da, aha.
Necədir? Gedi. Qəşəng, doğrudan qəşəng dadı var. Qarısın da bir xüsusi dad verir. Bacı oraya ginin de. Bayala şeyde göre tam bu göre de bəh. Karıştırır bunu bir qəşəng. Pes oku da karıştırır. Yemin dadına bax. Yağı da karıştırırsan belə qəşəng. Olması. Bəh. Yaxşıdır. Süper. Qaydasını qarışdırdım. Karıştırdım yağını da namzı birbirine. Aa, demək onu da mən də belə eləyim də. Karıştırdım birbirine. Öyle bakayım. Bu yemək də Cəllabadın özəl yeməklərindəndir də. Bunu gerek. Burada hazırlanır. Burada hazırlanır. Başqa bir yerdə yeyəməzsən bunu yəqin ki. Mənim çox xoşuma gəldi. Doğrudan çox dadlıdır. Bu yeməklər ümumiyyətlə kesim kişilər bunlardan çox istifadə edirlər. Məsələn mənim atam rəhmətin Allah rəhmət eləsin. 110 yaşı vardı. Oy Rəhmətə maşallah. gedəndə. Atanızın adını daşır Nüsrət. Bəli, dədəmiz. 110 yaşında rəhmət edib. Rəhmətə getdi. 110 Leylinə yaşıdır da. 1870 təvəllüd idi. 1870 təvəllüd. 1980-da rəhmətə getdi. Mənə bax. Nüsü üstünə 20 il gətir onun. Nüsü. Sən onu keçməsən. Bax, Hədə heç nə. Əgər keçə bilməz. keçəcək. Keçəcək onu. 127 Bir dart. babek keçəcək ana. Dart Onu 127. keçmək mümkün deyil onun. Rəhmətli üçün 5 nərvadı vardı. Heç birini tapanmıyor bu. İndi Nüsün dövründə elə dördü. Nüsü də birini tapsın hala. Birini tapsın ha. Yaxşı olar. O nədir bibi? Şirniyyatdır bu da. Bu da şirniyyatdır. Adı nədir adın? Bu nə qəribə şirniyyatdır. Çarıq. Buna çarıq deyilir. Allah sizə ömür versin. Nə gözəl bugün hazırlıqlar görmüsünüz. Bəh. Cəllabadın çarıq şirniyyatı. Ha, o burnu çarığa oxşuyur deyənə bibi. Ona oxşayır. Burnu çarığın burnuna oxşuyur. Ona görə çarıq deyilir. Demək burada bir dənə şirniyyat var. O şirniyyatın adı o qədər belə qəribə, maraqlıdır, dadı bilməm necədir. Onu mənə yazanda, yeməklərin siyahısını yazdım, onu görüb görmüşdüm, sonra zəng vardım ki, doğrudan elədi o yeməyin adı. Dedi, hə, deyir sənə birinin indi vuracam, cırtanağın çıxacaq, ha. Həmin o cırtanağındır, cırtanaq şirin. Niyə adı cırtanaqdır onun? Nə bilim, bunu elə əvvəldən cırtınaq deyir. Onu Oradan elə eşitmişim. Hə? o vaxt elə bu cırtınağı bişirdilər. Təzə mallar heyvan doğanda. Aha. Heyvanda onun ilk bulamı olur axı. Süt olmur. Aha. Onun bulamasından belə cırtınaq bişirdilər. Yəni onun bulamı ilə. Onda elə nənələrimiz elə o vaxtdan cırtanaq qoyublar Elə adlarını. o vaxtda köynənin adı cırtınaq qalıb ona deyir. Cırtınaq. Gəlin mən sizə bu cırtanağı göstəreyim. Cırtınaq o adı dedim onda da bir dənə baxsınlar. Ancaq onu gələ istiyorsa daha yaxşı. Amma bir dənə bir şey var. Bax bu üstünə pesaq vurur ha. Pizzaxlıdır sən. Pesoqludur. Elə bunu belə bükür yeyirik. Ha, amma bir dənə bir şey var ki, Onu balla da yeyə bilərsən. Şirin mürəbbə suyu ilə də yeyə aa bilərsən. bu siz bir növdə nəyə oxşadı? Biz Balakanda avarlar bizim üçün bişirmişdi maxara. Balla yeyirdik. Bir növdə ona oxşayır. Ballı maxara. Balakəndə, Salban kəndində. Amma orada belə bir şərt olmamışdı, amma bibimizin bir şərti oldu ki, mənə deyir bu cırtanağı yesin. Əgər bəyənməsin, sənə birini vuracam, sənin cırtanağını çıxaracaq. Bunu mən yiyeyim, görüm. Gör bəyənirsə yoxsa bəyənmir. Gör, yox, bəyənəcəm də. Yoxsa. Pambıq kimi maxara. Bəli. Maxaraya çox oxşayır. Bu sacda olur. Yox. Tavada. Tavada bişirilir. Bala qaçsaq yesə elə maxara kimidir, amma maxaranın biraz saçları olur, belə həm də quyruqları olur ha. Nə elə olur? Aha. Onlar bizdən götürür. Öyrənirlər.
Yox, onların milli yeməklər, ləzzətləri milli yeməklər. Qala. Onu biraz istəyəndə laf Cırtdana. lezzetli olur. Cırtdanan da öz yeri vardı orada ama. Çox sağ olun. Allah sizin canınızı sağ eləsin. Var olasınız bu qonaqpərvərliyi Hoş üçün. gəlibsiniz. Həmişə belə gözəl günlərə gəlin. Həmişə bizim qapımızın üstünü açıqdır sizə. İstədiyiniz vaxt gələ bilərsiniz. Bu çəkilişdən əlavə də. Öpürəm. Qonağımız hər vaxt. Var olasınız. Sağ olun. Nüzət. Sağ ol qardaşım. Toyunda inşallah. Çox əla oldu. Çox super oldu. İnşallah bu həyata həmişə gözəl günlərə, xeyir işlərə gəlib. Bibim, sənin üçün balaca bir hədiyyəmiz var. Sponsorumuz Oba Marketdir. Bilməm, yəqin alış-verişi hardan? Marketdən eləyirik. Obadan eləyirsiniz. Yolumuzun üstündədir. Yolun üstündə maşallah olsun. Gələ-gələ bura qədər bəlkə bir 6 dənə 7 dənə oba gördük. Hər məhəllədə obamız var. Gətir ola, gətir hədiyyələrimizi, gətir. Bibimin hədiyyələrini ver. Gözəl hədiyyədir təbii ki. Öpürəm sizi. Allah sizin canı sağ Yəni, eləsin. gözəl hədiyyə. Bibican, biz bazarımızı obadan edirik və bu bazarlar da sizin üçündür. Obanın məxsus, bütün obanın çayından tutmuş, düyüsündən tutmuş. Burada yuyucu vasitələrimiz var. Ondan sonra bizim dadlı, ləzzətli aləmşah düyümüz. Sonra çaylarımız. Nuş olsun. Sağlıqla işlədəsiz. Öpürəm sizləri. Var olun. Ləzzət axtarışında Cəlilabadın Sərhədabad kəndindəydik. Sponsorlar Oba Marketlər şəbəkəsi. Simurq toyuqları.